Qayışlı ötürmə, mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti başlığından sualların izahına baxacağıq. Elə isə başlayaq. Birinci sual. Şəkildə o mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, disk üzərində hərəkətdə bucaq sürətləri, periodlar, tezlik və dövrlərin sayı dəyişmir. Bütün nöqtələrdə eyni qiymət alır. Ona görə də 1, 2 və 3 nöqtələrinin bucaq sürətləri radiusdan asılı olmayaraq hamısı bir-birinə bərabər olacaq. D variantı. İkinci sualda o mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə göstərilib. Bu nöqtələrin periodları dediyimiz kimi disk üzərində hərəkətdə periodlar da eynidir. 1, 2 və 3 nöqtələrin periodları radiusdan asılı olmayaraq bir-birinə bərabərdir. Burada da D variantı. O mərkəzindən keçən ox ətrafında hərəkətdə 3 nöqtə göstərilib. Bu nöqtələrin periodları disk üzərində hərəkətdə periodlar, tezliklər, bucaq sürətləri, dövrlərin sayı eynidir. Ona görə də 1, 2 və 3 nöqtələrinin periodları bir-birinə bərabər olacaq. Cavab olacaq D variantı. Dördüncü sual. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə göstərilibdir. Bu nöqtələrin mərkəzi qaçma təcilləri arasında hansı münasibət doğrudur? Disk üzərində hərəkətdə demək biz bilirik ki, sürətlər, təcillər və gedilən yollar fərqlidir. Radiusa görə dəyişir və hər üç kəmiyyət, yəni həm xətti sürət, həm mərkəzi qaçma təcili, həm də həmin nöqtələrin getdiyi yollar radiusdan düz asılıdır. Radiusdan düz mütənasib asılıdır. Yəni radiusu böyük olanın getdiyi yol, təcil və sürəti də daha çoxdur. Burada biz baxırıq ki, radiusların müqayisəsini aparsaq, R2 R3-ə bərabərdir və onlar bir nöqtəsindən daha böyükdür. Çünki bu bir nöqtəsinin radiusudur. Bu 3, bu da 2. Və təcillər də eyni qayda ilə olacaq. Yəni radiusu böyük olan təcili də çoxdur. Yəni 2 və 3 nöqtələrin təcilləri bərabərdir və onlar böyükdürlər 1-dən. A2 bərabər A3 böyükdür A1-dən. Cavab olacaq B variantı. 5. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunurdur. Bu nöqtələrin təcilləri arasında hansı münasibət doğrudur? Qeyd elədiyimiz kimi val, yəni sürət, təcil və gedilən yollar radiusdan düz mütənasib asılıdır. Biz burada baxırıq ki, 1 və 2 nöqtələrin radiusları bərabər, 3 onlardan böyükdür. Onda 1 və 2 nöqtələrin təcilləri bərabər, 3 onlardan böyük olacaq. Yəni cavab olacaq 5-ci sualda B variantı. 6-cı sual. Disk üzərindən keçən ox ətrafında fırlanır. Burada o A-nın OB-yə nisbəti 2 olduğunu bilərək A və B nöqtələrinin xətti sürətləri nisbətini tapın. Biz bilirik ki, disk üzərində hərəkətdə val, yəni sürət, təcil və gedilən yollar fərqlidir və onların hər biri radiusdan düz mütənasib asılıdır. Ona görə də biz yazacağıq ki, A nöqtəsinin xətti sürətinin B nöqtəsinin xətti sürətinə nisbəti A nöqtəsinin radiusunun B nöqtəsinin radiusuna nisbətidir. Bu da elə o A məsafəsinin OB məsafəsinə nisbəti deməkdir. Yəni cavab 2 olacaq. 6-cı sualda cavab olacaq A variantı. 7. A və B nöqtələrinin mərkəzi qaçma təcilləri nisbətini tapın. Dediyimiz kimi val, yəni sürət, təcil və yol radiusdan düz asılıdır. Fərqli qiymətlər alır. Mərkəzdən keçən ox ətrafında hərəkətdə A nöqtəsinin mərkəzi qaçma təcilinin B nöqtəsinin mərkəzi qaçma təcilinə nisbəti A nöqtəsinin radiusunun B nöqtəsinin radiusuna nisbətidir. Bu elə o A məsafəsinin OB-yə nisbəti deməkdir. Yəni yenə cavab 2 olacaq. 7-də cavab olacaq C variantı. 8. Disk mərkəzindən keçən ox ətrafında hərəkətdə o A-nın OB-yə nisbəti 2-dir. A və B nöqtələrinin periodları nisbətini tapın. Biz bilirik ki, A nöqtəsinin periodunun B nöqtəsinin perioduna nisbəti nəyə bərabər olacaq? Burada axı biz dedik, disk üzərində hərəkətdə bucaq sürətləri, tezliklər, periodlar, dövrlərin sayı sabitdir, dəyişmir. Yəni A nöqtəsinin periodunun B nöqtəsinin perioduna nisbəti bir-birinə bərabərdir. Eyni ədədlərin nisbəti də 1 verəcək, yəni cavab olacaq Y variantı. 9-cu sualda disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. O A-nın OB-yə nisbəti 2-dir. A və B nöqtələrinin tezlikləri nisbətini tapın. Burada tezliklər də bərabər olduğuna görə onların nisbəti təbii ki 1 verəcək. Yəni cavab olacaq A variantı. 10-cu sualda A nöqtəsinin tezliyi 4 qarşılı ötürmədə gördüyümüz kimi A nöqtəsinin tezliyi 4 saniyə üstü -1.
B nöqtəsinin tezliyini tapın. MB bərabərdir sualdır. Və radiuslara baxsaq, A nöqtəsinin radiusu R-dir. B nöqtəsinin radiusu isə 2R-dir. Qarşılı ötürmədə xətti sürətlər bərabərdir. Yəni A nöqtəsinin xətti sürəti B nöqtəsinin xətti sürətinə bərabərdir. V bərabərdir 2πr düsturundan biz n-i tapsaq, n bərabərdir V bölünsün 2πr. Və buradan görürük ki, xətti sürətlə bərabər olduqda, xətti sürət bərabər olduqda tezlik və radius bir-birindən tərs asılıdır. Onda A nöqtəsinin tezliyinin B nöqtəsinin tezliyinə nisbəti B nöqtəsinin radiusunun A nöqtəsinin radiusuna nisbətinə bərabər olacaq. A nöqtəsinin tezliyi 4, B nöqtəsinin tezliyi bəlli deyil. B nöqtəsinin radiusu 2R, A nöqtəsinin radiusu R-dir. R-lə ixtisar getdi. 2 dənə MB bərabər 4. Onda B nöqtəsinin tezliyi olacaq 2 saniyə üstündə -1. Yəni cavab olacaq burada A variantı. Belə də düşünmək olardı. Tezliklə radius tərs asılıdırsa, A nöqtəsinin radiusu B-dən 2 dəfə azdır. Yəni B-də radius A-dan 2 dəfə çoxdursa, tezlik 2 dəfə az olacaq. A-da tezlik 4-dürsə, B-də olacaq 2. 11-ci sual. B nöqtəsinin fırlanma tezliyi 4 saniyə üstü -1 M. B nöqtəsinin tezliyi olacaq 4 saniyə üstündə -1. A nöqtəsinin fırlanma tezliyini tapın. NA bərabərdir sual. Bu nöqtələrin radiuslarını da qeyd edək. A nöqtəsinin radiusu R, B nöqtəsinin radiusu 2R-dir. V bərabərdir 2πrn düsturundan M bərabərdir V bölünsün 2πr, yəni tezliklə radius tərs asılıdır. Onda yazacaq NA-nın MB-yə nisbəti RB-nin RA-ya nisbətinə bərabər. NA deməli bizə göstərilib, bəlli deyil, NA bəlli deyil. MB 4-dür, RB 2R, RA R. Burada ixtisar getdi. NA bərabərdir 8 və sonra 8 saniyə üstü -1. Yəni burada cavabımız olacaq B variantı. 12. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində A və B nöqtələrinə aid hansı fiziki kəmiyyətlər üçün münasibəti doğrudur? Bu disk üzərində hərəkətdə A və B nöqtələrin periodları eynidir, tezlikləri eynidir, bucaq sürətləri eynidir, dövrlərin sayı eynidir. Amma fərqli olanlar sürət, deməli, radiusu çox olan sürətdə çoxdur, V A B-dən böyükdür, təcil, deməli, A nöqtəsinin təcili B-dən daha çoxdur və gedilən yollara gələndə A nöqtəsinin çizdiyi yol B-dən daha çoxdur. Burada nələr var? 1 var, uyğundur. Tezliklər eynidir, bu da doğrudur. Xətti sürətlər eyni deyil, bu səhv fikirdir. 1 və 2 doğrudur, burada cavab olacaq B variantı. 13. 1, 2, 3 nöqtələrində eyni zaman müddətində dövrlərin sayı. Əvvəlcə biz bu hissəyə baxmadan disk kimi yanaşsaq, 1 və 2 nöqtələri eyni disk üzərindədir. Mərkəzdən keçən ox ətrafında hərəkətdə. Orada dedik ki, periodlar, tezliklər, bucaq sürətləri və dövrlərin sayı eynidir. Onda belə çıxır ki, 1 nöqtəsinin dövrlərin sayı ilə 2 nöqtəsində dövrlərin sayı eynidir. Sonra necə yanaşırıq? Sonra 2 və 3-ə qayşılı ötürmə kimi yanaşsaq, qayşılı ötürmədə axı sürətlər eynidir. Sürətlər eynidirsə, V bərabərdir 2πr n böl t-dən n dövrlərin sayını tapsaq, VT bölünsün 2πr. Buradan görürük ki, dövrlərin sayı radiusdan necə asılıdır? Tərs asılıdır. Radiusdan tərs asılıdır. Baxıram, 2 nöqtəsinin radiusu 3-dən daha çoxdur. Onda 3 nöqtəsinin dövrlərinin sayı 2-dən daha çox olacaq. Tərs asılıdır axı. Deməli, 1 bərabərdir 2-yə, 3 isə onlardan böyükdür. İfadə belə olmalıdır. Yəni, düzgün cavab burada B variantında göstərilib. 14-cü sual. 2 disk qayşılı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin tezliyi N1 bərabərdir N-dirsə, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Əvvəlcə biz 1 və 2-yə disk üzərində nöqtələr kimi yanaşsaq, orada tezliklər bərabər olduğuna görə 1 nöqtəsinin tezliyi nədirsə, 2-də də odur. Onda 2 nöqtəsinin tezliyini müəyyən elədik N. Bunu tapdıq. 2 və 3 nöqtələri qayşılı ötürmə ilə əlaqələndirilib. Qayşılı ötürmədə sürətlər eynidir. Yalnız period radiusdan düz asılıdır. Qalan bütün kəmiyyətlər radiusdan tərs mütənasib asılıdır.
Ona görə də biz yazarıq ki, N2-nin N3-ə nisbəti bərabərdir R3-ün R2-yə nisbətinə. Buradan N2-nin yerində N3 müəyyən edəcəyik. R3 bizə verilib R, R2 2R. R-lər ixtisar getdi. Onda N3 bərabər olacaq 2 dənə N-ə, yəni cavab olacaq A variantı. 15. 2 disk qayışlı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin döyətmə periodu T-dirsə, 3 nöqtəsinin döyətmə periodu nə qədər olar? 1 və 2-yə disk üzərində nöqtələr kimi yanaşsaq, orada periodlar, tezliklər, bucaq sürətləri və dövrlərin sayı bərabərdir. Yəni, bir nöqtəsinin periodu nə qədərdirsə, 2 nöqtəsində də o qədərdir. Onda belə çıxır ki, 2 nöqtəsinin periodu olacaq T. 2 nöqtəsinin periodunu tapdıq. Bəs 3 nöqtəsinin periodunu necə müəyyən edəcəyik? Bu 2 və 3 qayışlı ötürmə vasitəsilə bir-birinə əlaqələndirilib və qayışlı ötürmədə sürətlər eyni olduğuna görə və bərabər 2πr böl T-dən T-ni tapsaq, 2πr böl V, V-lər sabit, 2π sabitədir, T-R-dən düz asılıdır. Yəni, nə yazacağım? Yazacağım 2 nöqtəsinin periodunun 3 nöqtəsinin perioduna nisbəti 2 nöqtəsinin radiusunun 3 nöqtəsinin radiusuna nisbətinə bərabər. 2 nöqtəsinin periodunun yerinə yazacağım T. 3 nöqtəsində bəlli deyil. 2 nöqtəsinin radiusu 2R. 3 nöqtəsinin radiusu R. R-lə ixtisar gedəcək bərabər 2. Onda T3 bərabər olacaq T bölünsün 2-yə. Yəni, cavab 15-də olacaq Y variantı. 16. Disklər mərkəzlərindən keçən ox ətrafında fırlanır. 1, 2, 3 nöqtələrinin xətti sürətləri arasında hansı münasibət doğrudur? Biz baxırıq ki, 2 və 3 nöqtəsi qayışlı ötürmə ilə əlaqələndirilib. Ona görə də 2 nöqtəsinin sürəti 3 nöqtəsinin sürətinə bərabərdir. 2 və 3 nöqtələrində sürətlər eynidir. 1 və 2 disk üzərindədirlər və 2 nöqtəsinin radiusu 1-dən daha çoxdur. Disk üzərində hərəkətdə xətti sürətlər fərqli idi və radiusdan düz asılı idi və R-dən düz asılıdırsa, onda 2 nöqtəsinin sürəti 1-dən daha çoxdur. 2 3-ə bərabər və 1-dən böyükdür. Onda yazırıq ki, 1, onda belə yaza bilərik ki, V2 bərabərdir V3, onlar böyükdülər 1-dən. Cavab 16-da C variantı olacaq. 17. Sürüşmədən diyirlənən diskin mərkəzinin O nöqtəsinin yerə nəzərən sürəti verir. O nöqtəsinin yerə nəzərən sürəti göstərilib. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabər olar? Bu sualda xətti sürət radiusdan düz asılıdır. Yəni, radiusa görə baxacaq. A nöqtəsinin yer səthində olduğuna görə radiusu 0-dır. Onda A nöqtəsinin sürəti də olacaq 0. B nöqtəsinin sürətini necə tapacağım? O nöqtəsinin yerdən olan məsafəsi R qədərdir, sürəti V-dir. B nöqtəsinin yerdən olan məsafəsi 2R qədərdir. Onda sürəti də 2 dəfə çox olacaq, olacaq 2V. Deməli, B nöqtəsinin sürəti də olacaq 2V. VA 0, VB 2V düzgün cavab C variantında göstərilib. 18. Sürüşmədən diyirlənən diskin B nöqtəsinin yerə nəzərən sürəti V-dir. Hansı ki, B nöqtəsinin yerdən olan hündürlüyü 2R-dir, 2 radius qədər. Diskin mərkəzinin və O nöqtəsinin və A nöqtəsinin yerə nəzərən sürəti. A nöqtəsi yer səthində olduğuna görə dərhal bilir ki, sürəti 0-dır. O nöqtəsinin sürəti isə B nöqtəsindən 2 dəfə kiçikdir. Çünki O nöqtəsinin məsafəsi radius qədərdir. Onda sürəti də 2 dəfə kiçik olacaq. Yəni olacaq V bölünsün 2. A nöqtəsinin sürəti 0. O nöqtəsində isə V bölü 2. 18-də cavab olacaq E variantı. Qayışla əlaqələndirilmiş disklər üzərində 1, 2, 3 nöqtələrinin dövr etmə tezlikləri arasında hansı münasibət doğrudur? Əvvəlcə biz bu hissəyə baxmadan 1 və 2 nöqtələrində tezlikləri müqayisə eləsək, 1 və 2 nöqtələrində tezliklər bərabərdir. Yəni, 1 nöqtəsinin tezliyi 2 nöqtəsi ilə eynidir. Çünki disk üzərində hərəkətdə tezliklər, periodlar, bucaq sürətləri, dövrlərin sayı bərabər olur. İndi 2 və 3-ə qayışlı ötürmə kimi yanaşsaq, qayışlı ötürmədə yalnız period radiusdan düz asılıdır. Qalan kəmiyyətlər, yəni tezliklər, dövrlərin sayı, bucaq sürəti, bunlar radiusdan tərs mütənasib asılıdır, eyni zamanda təcildə.
Onda biz necə yazacağıq? Onu yazacağıq ki, n2-nin n3-ə nisbəti bərabərdir r3-ün r2 nisbətinə. Radiusdan tərs asılı olduğuna görə biz baxırıq ki, 2 nöqtəsinin radiusu r2 böyükdür də r3-dən. 3-dən böyükdür. Onda tezliyi tərsinə olacaq. Yəni 3 nöqtəsinin tezliyi 2-dən böyük olacaq. Tərs asılı olduğuna görə belədir. Onda 3 nöqtəsi ümumi nəticə nə olacaq? 3 ən böyükdür. 1 və 2 isə bir-birinə bərabərdir. Düzgün cavab burada 19-da olacaq. C variantı. 20. Qarşıla əlaqələndirilmiş disklər üzərində 1, 2, 3 nöqtələrinin dövlətmə periodları arasında hansı münasibət var? Biz bilirik ki, 1 və 2 nöqtəsi eyni disk üzərində olduğuna görə periodlar bərabərdir. Deməli, 1 nöqtəsinin periodu nə qədərdirsə, 2 nöqtəsində də period eynidir, periodlar bərabərdir. 2 və 3 nöqtələri isə qarşılıqlı ötürmə ilə əlaqələndirilib. Orada biz necə müəyyən edəcəyik periodları? V bərabərdir 2πr böl T'dən, T bərabərdir 2πr böl V'dir. V sabit olanda T'dən düz asılıdır. Yəni, radiusu böyük olan period da çoxdur. Biz baxırıq ki, 2 nöqtəsi 3-dən daha böyük radiusa malikdir. Onda 2 nöqtəsinin periodu 3-dən daha çox olacaq. Ümumi nəticədə 1 2-yə bərabərdirsə, yazıram T1 bərabər T2 və 2 də 3-dən böyükdür. Böyükdür T3. Cavab 20-də olacaq. B variantı. 21. Qarşılı ötürmə ilə fırladılan disklər üzərində 1, 2 və 3 nöqtələrin bucaq sürətləri arasında nə kimi əlaqə var? Yenə də əvvəlcə 1 və 2 disk kimi yanaşsaq, disk üzərində hərəkətdə bucaq sürətləri, periodlar, tezliklər, dövrlərin sayı eynidir. Onda biləcək ki, 1 nöqtəsinin bucaq sürəti 2 nöqtəsinin bucaq sürətindən eynidir. 2 və 3 nöqtələri isə qarşılı ötürmə ilə əlaqələndirilib və orada qarşılı ötürmədə yalnız period radiusdan düz asılı idi. Qalan kəmiyyətlər tərs asılı və yaxud çıxara da bilərik onu. Qarşılı ötürmədə sürətlər eynidirsə, 2 və 3 nöqtələrində xətti sürətlər eynidir. V bərabər omega r düsturundan omeganı tapsam, V böl r, V sabitdir, hər ikisi üçün eynidir. Omega r-də necə asılıdır? Tərs. Tərs asılıdır. Biz baxırıq ki, 2 nöqtəsinin radiusu 3-dən böyükdür. Düzdürmü? Onda tərsinə omega 3 böyük olacaq omega 2-dən. Omega 1 2-yə bərabər 3-dən böyükdür. Onda ümumi nəticə belədir. 3 böyükdür, 1 bərabərdir 2-yə. Yəni cavab olacaq C variantı. 22. Sürüşmədən deyirlənən R radiuslu diskin O mərkəzinin yerə nəzərən sürəti V-dir. O nöqtəsinin yerə nəzərən sürətini görürük burada V. A nöqtəsinin yerə nəzərən sürəti. O nöqtəsinin yerdən məsafəsi R-dir. A nöqtəsinin yerdən məsafəsi 2R. Xətti sürətdə R-dən düz asılıdır. Düz asılıdır. İndi A nöqtəsində B-dən, O-dan 2 dəfə çox olduğuna görə A nöqtəsinin xətti sürəti də O nöqtəsi ilə müqayisədə 2 dəfə çox olacaq. V-a bərabər 2-dən V0. Yəni 2V olacaq. Düzgün cavab B variantı. 23. Qarşılı ötürmə ilə fırladılan disklərin 1, 2 və 3 nöqtələrinin mərkəzi qaçma təcillərinin modulları arasında hansı münasibət doğrudur? Mərkəzi qaçma təcili burada həm diskdə fərqlidir, həm də qarşılı ötürmədə çox maraqlı bir nüansdır. Burada 1 və 2 nöqtələrində biz necə biləcəyik təcil necəsi? Biz dedik ki, disk üzərində hərəkətdə val, yəni sürət, təcil və uzunluq radiusdan düz asılı fərqlidirlər də. Radiusdan düz asılı. Bu söz nə deməkdir? 2 nöqtəsinin radiusu birdən çoxdur axı. Onda 2 nöqtəsinin təcili birdən böyükdür. Bunu müəyyən elədik. Bunu diskə görə müəyyən elədik. İndi 2 və 3 qarşılı ötürmə ilə əlaqələndirilib. Deməli, indi qarşılı ötürmə kimi yanaşsaq, qarşılı ötürmə 2 və 3 nöqtələri qarşılı ötürmə kimi əlaqələndirilib və onların sürətləri eynidir. A bərabərdir V kvadratı bölünsün R-dən. Sürət sabit. A R-dən necə asılıdır? Tərs asılıdır. Bu dəfə biz 2 və 3-ə tərs asılı kimi yanaşacağıq. Tərs asılı nə deməkdir? Burada 2 nöqtəsinin radiusu 3-dən böyükdür. Onda təcillər tam tərsi olacaq. 3 nöqtəsinin təcili 2-dən çox olacaq. Ümumi nəticədə 3 ən böyüyü, 2 ondan kiçik, 1 ən kiçik. Düzgün cavab burada göstərilir Y variantında. 24-cü.
24-cü sualda bizə radiusları fərqli olan disklər göstərilibdir. Birinci diskin üzərində A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsi 4 metrdir. Həmin müddətdə ikinci diskin B nöqtəsindəki yer dəyişməsini tapın deyir. Bir nəzər müəyyən edəcəyik. Birincisi, qarşılı ötürmədə sürətlər eyni olduğuna görə A nöqtəsinin sürəti B nöqtəsinin sürətinə bərabərdir. Bunu dərhal müəyyən edirik. Və biz baxırıq ki, A nöqtəsinin, yəni birinci nöqtə ilə həm də A nöqtəsidir. A nöqtəsinin yer dəyişməsi radiusu 2 metrdir. Yer dəyişməsi isə göstərilir bizə 4 metr. Bu nə deməkdir? Yəni yer dəyişmə radiusun 2 misli qədər olub 2r. Nə vaxt yer dəyişmə 2r qədər olur? Periodun 2-dən birində. T bərabərdir 2-də 1-də. Deməli, bir A nöqtəsinə uyğun disk fırlanıb gəlib bura və bu zaman deməli yer dəyişməsi olubdur 4 metr. İndi bir dənə şey nüansa diqqət etsək, əgər A nöqtəsi periodun 2-də 1-nə zaman müddətində bura gəldirsə, A nöqtəsinin radiusu nə qədərdir? 2 metrdir. A nöqtəsi biz bilirik ki, dövrlərin sayı radiusdan qarşılı ötürmədə necə asılıdır? Deməli, onu biz nətər müəyyən edəcəyik? Burada xətti sürətlər eynidir axı. V bərabər 2 pi rn böl t düsturundan eyni tapsaq, n bərabərdir vt bölünsün 2 pi r. Yəni tərs asılıdır. Burada A nöqtəsi 2-də 1 dövr eləyəndə, periodun 2-dən 1-də, B nöqtəsinin periodun 4-dən 1-də dövr eləməli olacaq. Yəni 4-də 1 t. Belə deyək də, A nöqtəsində disk daha kiçik, daha A diski B ilə müqayisədə. A diskinin A-dan bura gəlməsi üçün B diskinin daha az, yəni periodun 4-dən 1-də hərəkət deməkdir. Yəni bura gələcək. Radiusu 2 dəfə fərqləndiyinə görə, hətta biz bunu hesablaya da bilərdik oradan. Onda ən yaxşısı hesablayaq, baxaq buna da. A nöqtəsində NA-da, deməli, periodun 2-dən 1 oldu, 2-də 1 dövr elədi. RA, A-nın radiusu 2R-dir, 2-dir. MB-ni müəyyənləşdirəcəyik. RB isə, deməli, 4-dür. Radius çoxdursa, dövrlərin sayı tərs asılıdır. Onda bunu burada yazaq. NA-nın MB-yə nisbəti tərs asılıdır. RB-nin RA-ya nisbətinə. NA 2-də 1-dir. 2-də 1 bölünsün MB bərabər RB 4-dür. Burada da 2, xəsarət qaldı 2. 2 dənə MB bərabərdir 2-də 1. Onda MB bərabərdir 4-də 1. Deməli, B nöqtəsi periodun 4-dən 1-nə bərabər zaman müddətində bu nöqtədən bura qədər gələcək. Periodun 4-dən 1-də yer dəyişmək üçün bizim düsturumuz var idi. Yer dəyişmə nə idi? Hipotenuz qədər. Burada burada olsa kökdə 2R. Deməli, kökdə 2R. Söhbət B nöqtəsindən gedirdi. B nöqtəsinin radiusu da 4-dür. Onda olacaq kökdə 2 vur 4. Yəni 4 kökdə 2. Cavab belə olacaq. 24-də cavab olacaq D variantı. 25. Bir cins disk sürüşmədən üfüqi səthdə deyilənir. A, O və B nöqtələrinin yerə nəzərən sürətləri üçün hansı münasibət doğrudur? Əvvəlcə biz baxırıq ki, A nöqtəsi yer səthindədir. Ona görə də VA bərabər olacaq 0-a, çünki radiusu yoxdur. O nöqtəsinin radiusu RO R-dir. B nöqtəsinin radiusu isə 2R-dir. Onda B nöqtəsinin sürəti radiusundan düz axsı olduğuna görə O-dan 2 dəfə çox olacaq. VO vurulsun 2. Buna isnadən biz düzgün cavabı burada müəyyən eləsək, deməli cavab olacaq D variantında. A nöqtəsi 0, VB də 2 dənə VO. 26. Tərpənməz O1 ox ətrafında fırlanan, deməli, fırlanan küre üzərində nöqtələrin hansının xətti sürəti ən böyükdür? Xətti sürətin ən böyük olması üçün o nöqtənin mərkəzdən olan məsafəsi, radiusu çox olmalıdır. Çünki V bərabər 2 pi rn düsturuna görə V R-dən düz asılıdır. Mərkəzdən radiusu ən böyük olan nöqtə də buradan zaten görünür ki, deməli, hansı nöqtədir? 3 nöqtəsidir. Deməli, ən böyük olacaq 3. Cavab olacaq A variantı. 27. Qarşılı ötürmə ilə fırladılan iki disk üzərində 1, 2 və 3 nöqtələrinin xətti və bucaq sürətləri arasında hansı münasibət doğrudur? Əvvəlcə biz bucaq sürətlərinə baxaq. Bucaq sürətləri disk üzərində eynidir. Ona görə də 2 və 3-ə disk kimi yanaşsaq, disk olduğuna görə orada omega 2, omega 3-ə bərabərdir. Qarşılı ötürmə kimi baxanda 2 və 3 qarşılı ötürmələrdir. 2 və 3 qarşılı ötürmə ilə əlaqələndirilir. Daha doğrusu 1 və 3. 1 və 2, üzr istəyirəm. 1 və 2. 2 və 3 deməli disk üzərində olduğuna görə
Onlar bərabərdir. 1 və 2 isə qayışlı ötürmə ilə əlaqələndirilir. Qayışlı ötürmə. Qayışlı ötürmədə xətti sürətlər eynidir. V bərabər omega r dusturundan omega bərabərdir. V bölü r radiusdan tərs asılıdır. 2 nöqtəsinin radiusu 1-dən daha çox olduğu görünür. R2 böyükdür R1. Amma omega tərs asılı olduğuna görə omega 1 böyük olacaq omega 2-dən. Bir bu, bir də bunu nəzərə alsaq, ümumi qaydamız olacaq. Deməli, omega 1 ən böyükdür. Omega 2 isə bərabərdir omega 3-ə. Bunu ödədi. Deməli, dördüncü. İndi xətti sürətləri müqayisə eləyək. Xətti sürətə baxsaq, deməli, qayışlı ötürmədə biz bilirik ki, xətti sürətlər eyni olur. Burada qayışla əlaqələndirilən nöqtələr hansılardır? 1 və 2. Onda bir nöqtəsinin sürəti 2-yə bərabərdir. Disk kimi yanaşsaq, diskdə biz bilirik ki, xətti sürət fərqlidir. Özdə radiusdan düz asılıdır. Düz asılıdır. 2 nöqtəsinin radiusu 3-dən böyükdür. Onda 2 nöqtəsinin sürəti də 3-dən böyük olacaq. Ümumi nəticəyə gələndə buradan görünür ki, 1 bərabər 2-yə, 2 də deməli böyükdür 3-dən. Burada da 1 ödədi. Deməli, burada 27-də olacaq 1 və 4 doğru cavab. 28. O1 ox ətrafında fırlanan A və B nöqtələrinə uyğun hansı fiziki kəmiyyətin qiymətləri eynidir? Bu disk üzərində hərəkətə bənzəyir. Fırlanan kürədə. Burada eyni olanlar hansılar idi? Period, tezlik, bucaq sürəti və dövrlərin sayı. Nələr eynidir? Döyətmə tezliyi, periodu, bucaq sürəti. Deməli, 1, 2, 3 eyni olacaq. 29-da O1 ox ətrafında fırlanan kürədə A və B nöqtələri üçün hansı kəmiyyətlər müxtəlifdir? Bu da müxtəlif idi. V, A və L. Yəni, xətti sürət, təcil və gedilən yollar. Xətti sürət və təcil verilibdir. Burada 4 və 5 deməli müxtəlif olacaq. 30-cu sualda göstərilən disklər üzərində O1 mərkəzindən keçən oxlarda 1 və 2, 3 nöqtələrin xətti sürətləri periodlar arası hansı münasibət doğrudur? Əvvəlcə periodlara baxaq. Periodlar biz bilirik ki, birinci 2 və 3-ə disk kimi yanaşacaq. Eyni disk üzərində yerləşdiyinə görə 2 və 3 nöqtəsinin periodları bərabərdir. Sonra 1 və 3-ə isə qayışlı ötürmə kimi yanaşsaq, qayışlı ötürmədə period radiusdan düz asılıdır. Radiusdan düz asılıdırsa, deməli biz baxırıq ki, 3-ün radiusu daha çoxdur da 3R-dir. 3R, amma 1-in radiusu sadəcə R. Deməli, R3 böyükdür R1-dən, onda T3 də böyük olacaq T1-dən. Deməli, ümumi nəticə nə çıxır? Deməli, 3 və 2 bir-birinə bərabər, 2 bərabər 3-ə və onlar böyükdürlər 1-dən. İkincisi doğrudur burada. Xətti sürətlərə gəlincə, xətti sürətlərə gəlincə burada necə deyəcəyik? 1 və 3 eyni qayışla əlaqələndirildiyinə görə qayışlı ötürmədə sürətlər eynidir. Yəni 1 nöqtəsi sürəti 3-ə bərabərdir. 2 və 3 isə disk üzərindədir. Disk üzərində xətti sürət radiusdan düz asılıdır. Yəni 3 nöqtəsinin radiusu 2-dən böyük olduğuna görə xətti sürəti də 3 nöqtəsinin xətti sürəti 2-dən çoxdur. Ümumi nəticədə 1 3-ə bərabər, 3 də böyükdür 2-dən. Bunu ödədi 5. Deməli, burada olacaq 30-da 2 və 5. Doğru olanlar bunlardır. 31-ci sualda bir hissəsi bu yandadırmı? Bəli, bu yandadır. 31-də əvvəlcə biz burada gedilən yolları müəyyənləşdirək. Gedilən yol L bərabərdir V vur T və yaxud 2pi R N vur T'dir. Disk üzərində gedilən yol radiusdan düz asılıdır. L R-dən düz asılıdır. İndi baxaq. Əvvəlcə 3 və 1 nöqtələri üçün L3-ün L1-ə nisbəti R3-ün R1-ə nisbətidir. 3 nöqtəsinin radiusu 3R, 1 nöqtəsində R alındı 3. Onda L3 bərabərdir 3 dənə L1. Sonra L3-ün L2-yə nisbəti bərabərdir R3 nöqtəsinin radiusunun 2 nöqtəsinin radiusuna nisbəti. 3 nöqtəsində 3R, 2 nöqtəsində 2R alındı 1,5. Onda L3 bərabərdir 1,5 L2. L3-ün L2-nin daha doğrusu L1-ə, bu da bərabərdir R2-nin R1-ə, R2 2R'dir, R1 R'dir. Burada da alındı 2. Onda L2 bərabərdir 2 dənə L1.
və düzgün cavab 2. 2 uyğun gəldi. İndi təcillər üçün yazsaq, təcillər üçün. Bunda yazacağıq A1-in əvvəlcə tapaq təcil necə asılıdır? A bərabərdir. Disk üzərində hərəkətdə omega sabitdir. Omega kvadrat R düsturundan tapsaq, o da radiusdan düz asılıdır. Bunda yazarıq ki, A1-in A3-ə nisbəti R1-in R3-ə nisbətidir. R1 3R deməli, yox, R1 nə qədərdir burada? R1 nöqtəsində R-dir. Bölünsün 3 nöqtəsində 3R-dir. 3-də 1 elədir. Onda buradan biz A3-ü tapsaq əgər, A3 bərabərdir 3 dənə A1-ə. Bunu tapdıq. İndi A3-ün A2-yə nisbəti radiusdan düz asılıdır. R3-ün R2-yə, R3 3R, R2 2R, burada da alındı 1,5. Onda deməli 3 bərabərdir 1,5 A2. 1,5 A2. İndi A2-nin A1-ə nisbəti o da bərabərdir R2-nin R1-ə nisbətinə. R2 2R'dir, R1 R'dir. Burada da alındı 2. Onda A2 bərabərdir 2 dənə A1-ə. Bunları ödəyən variant 6. Deməli, burada uyğun cavablar oldu 2 və 6. 31-ci sualda cavab olacaq 2 və 6. 32. Uyğunluğu müəyyən edin. Qarşılı ötürmə ilə fırlanan disklərin üzərində A və B nöqtələrində bu qarşılı ötürmədədirsə, A və B nöqtələrində xətti sürətlər eynidir. Yəni, VA VB-yə bərabər. 1-ə uyğundur A. İkincisində mərkəzi qaçma təcili A bərabərdir V kvadrat böl R ilə təyin olunur. Xətti sürət bərabərdir qarşılı ötürmə. A R-dən tərs asılıdır. Yəni, AA-nın AB-yə nisbəti RB-nin RA-ya nisbətinə bərabərdir. Tərs asılıdır. İndi biz baxırıq ki, RB RA-dan böyükdür. Onda təcil tərsinə AB kiçik olacaq AA-dan. Yəni, A nöqtəsinin təcili B-dən 2 dəfə böyükdür. Onda A nöqtəsi B-dən 2 dəfə böyükdür. 2-yə uyğundur B. 3 periodlar üçün. Periodlar V bərabər 2πr böl T-dən T bərabərdir 2πr böl V-dir. Radiusdan düz asılıdır. Düz asılıdırsa, onda TB böyükdür TA. Yəni, A-da B-dən 2 dəfə kiçikdir. A-da B-dən 2 dəfə kiçikdir. C. Üçüncüsünə də uyğundur C. 33. Qarşılı ötürmə ilə fırlanan disklərin A və B nöqtələri üçün yenə də eyni tipdə bir sual. Qarşılı ötürmədə xətti sürətlər eynidir. A və B nöqtələrin xətti sürətləri bərabər olacaq. 1-ə uyğundur A. Fırlanma periodu T bərabərdir 2πr böl V düsturuna radiusdan düz asılıdır. B nöqtəsinin radiusu A-dan 4 dəfə böyükdür deyə B nöqtəsinin periodu da A-dan 4 dəfə böyük olacaq. Deməli, A-da B-dən 4 dəfə kiçikdir fikri doğru fikirdir. Yəni, ikincisine uyğun deyə. Üçüncüsü, tezliklərlə bağlı. Tezlik isə tərs, perioddan tərs asılıdır axı. Onda NB kiçik olacaq NA-dan. Yəni, A-nın tezliyi B-dən 4 dəfə böyük olacaq. A-da B-dən 4 dəfə böyükdür. 3-ə də uyğundur D. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik.